Azərbaycanda son illər ekologiya sahəsi ilə bağlı şikayətlər səngimək bilmir. Xüsusilə meşələrin məhv edilməsi, qanunsuz ağac kəsmə, dövlət vəsaitlərinin səmərəsiz xərclənməsi ilə bağlı iddialar ictimai narahatlığı daha da artırır. Bu müzakirələrin mərkəzində isə eyni ad hallanır Ekologiya və Təbii Sərvət Nazirinin müavini Vüqar Kərimov. Bir xəbər mediası Avaş Mediaza istinadən xəbər verir ki, nazir müavininin adı illərdir müxtəlif regional idarələrdəki qalmaqallar, meşə təsərrüfatında baş verən qanunsuzluqlar və Azəryaşlandşaf Açıq Səhmdar Cəmiyyəti ətrafında yayılan narazılıqlarla yanaşı çəkilir. İddialara görə meşə təsərrüfatında bir çox təyinatlar məhz onun razılığı ilə həyata keçirilir. Peşəkar olmayan şəxslər rəhbər postlara gətirilir. Qanunsuz qırıntılar və cərimələrlə bağlı sənədlər isə ört basdır edilir. Vüqar Kərimovun adı Masallı, Lənkəran, Şəki və digər bölgələrdə baş verən qalmaqallarda da çəkilir. Xüsusilə Azəryaşlandşaf Açıq Səhmdar Cəmiyyəti ətrafında səslənən ittihamlar diqqət çəkir. İddialara əsasən dövlətin milyonlarla manat ayırdığı yaşıllaşdırma layihələri formal idarə olunur. Baxımsızlıq hökm sürür və bəzi təyinatlar şəxsi yaxınlıq prinsipi ilə həyata keçirilir. Cənub bölgəsindəki meşələrlə bağlı səslənən iddialar isə daha da ağırdır. Göytəpə meşəbəyliyində sənədlərdə mövcud görünən 76 hektar meşə sahəsinin faktiki olaraq yoxa çıxması barədə məlumatlar ciddi narahatlıq yaradıb. İddialara görə qanunsuz qırıntılarla bağlı aktlar gizlədilib, həqiqəti yazan əməkdaşlara təzyiqlər olunur. Ekologiya sistemində artıq toxunulmazlıq görüntüsündən danışılır. Sosial şəbəkələrdə və ictimai müzakirələrdə meşələrə cavabdeh şəxslərin adı meşə mafiyası ifadəsi ilə yanaşı çəkilir. Cəmiyyət isə bir neçə suala cavab gözləyir. 76 hektar meşə hardadır? Qanunsuz qırıntılar niyə araşdırılmır? Dövlət meşə fondu torpaqları necə örüş və əkin sahələrinə çevrilir və niyə bütün bu iddiaların mərkəzində daim Vüqar Kərimovun adı keçir? Səsləndirilən iddialarla bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.